bu qalibiyyətə layiq idilər. Futbolçularıma təşəkkür edirəm. Baxmayaraq ikinci hissədə biraz anlaşılmazlıq oldu. Həm rəqib sistemi dəyişdi biraz. Oyunun belə deyək bir 15-20 dəqiqəsində tam ələ ala bilmədilər, amma get-gedə yavaş-yavaş müdafiə olunsaq da istənilən zonada rəqibi qarşılaya bildilər. Amma get-gedə bir neçə epizodumuz oldu yaxşı əks yüzündə tutmağa, biraz dəqiqlik atmadı. Ümumən belə hani bu oyunlar belədir. Burada final fitindən sonra bilirsən ki, qalib gəldim və yaxud oyunun nəticəsini. Çünki bura Çempionlar Liqasıdır. Burada istənilən nəticə ola bilər. Və belə çox gözəl oyunlara tam baxmamışıq. Sadəcə bu oyunları biraz necə deyək, düzgün qəbul etmək lazımdır və qarşıdakı oyunlara daha düzgün hazırlaşmaq. Çünki bu qalibiyyətdən sonra bizə qarşı bir 70-80% məsuliyyətli ciddi olurlarsa indi tam 100 bəlkə də daha artıqını etməyə çalışırlar və belə yenə də çalışırıq çəkinmədən intisamlı oyun göstərərək bu turnirin belə deyək o dadını çıxarmağa. Təşəkkür edirəm, uğurlar sizə. Məndən bu qədər. Kamal, buyur, söz səndədir. Arifə, təşəkkürlər. Qurban Qurbanov, Azərbaycan futbolunun göz bebeği. Futbolumuzun çiçəklənən, futbolumuzun qazanılan uğurlarımızın memarı. Bax belə, əziz tamaşaçılar, bu gözəl görüntülərlə sizi baş-başa buraxıram. Yayımın rejissoru Elçin Mehbaliyev, şərhçiniz Mustafa Kemal idi. Hər hansı bir səhvim oldusa özürlü bilin. Futbolu Sibsə Sportda izləyin. Növbəti qələbə reportajlarında eşidilmək diləyi ilə özünüzdən müğayət olun. Bir daha təbriklər.